Bu gördüyünüz dəftərlər mənim günlüyümdür. Bir il ərzində, hadi deyim il yarım ərzində tutduğum günlüklər. Bu dəftərlər haqqında danışmaq istəyirəm. I don't know, qarışdı şu an bir-birinə hamısı. Belə dəftərlər var idi. Bunlar çox şirin idi, bir matrix qəpiyə almışdım. Baxın, belə yazılar yazıram, prosta. Günlük sadəcə. Və ümumiyyətlə yazı yazmağı falan çox xoşlayıram. Hər cürə dəftər yoxlamışam da, yəni hər cürə. Amma mənim üçün ən ideal dəftər budur deyərdim. 2 dəfə almışam bu dəftərdən deyəsən. Çox redqa hallarda bir dəftərdən 2-dən almışam. Hər dəfə fərqli dəftərlər yoxluyordum. Bu dəftəri də çox bəyənirəm. Bunun teksturası falan mənə o qədər ləzzət eləyir ki. Və ümumiyyətlə dəftərin bu şəkildə belə qatlana bilməyi mənə çox xoş təsir eləyir. İçində belə bir şey də var. İstədiyiniz yerə belə şey eləyə bilərsiniz deyə. Mən burada özüm üçün belə. Bu dəftəri hər cürə istifadə edə bilərsən də. Bullet journal falan deyirlər, scrapbooking falan belə şeylər üçün eləyə bilərsən. Sketch falan eləmək üçün mən çox sevirəm belə şeylər. Ümumiyyətlə dəftərlərlə bağlı olan şeyləri. Bu dəftərdən 2-dən almışdım. Bunları deyəsən noyabr ayında falan istifadə eləmişəm. Bir yerdən sonra bu oktyabr ayına aiddir. Bu dəftər oktyabr ayına aiddir. Bu hansı aydır? Hə, sentyabr və oktyabr ayı. Sonra belə bir dəftər almışdım. Book Center'dən almışdım. Bunları bu arada Offsite'dən almışdım. Offsite'da tapmışdım, yəni nə əcəbsə. Yəni əl-əl axtarsam belə dəftər tapa bilmərəm də. Çox qəşəng 7 manat falan idi. Daha nazikləri və daha uzun qalınlar da var. Sonra belə bir dəftər tapmışdım. Ayasofya məscidi olan çox qəşəng, tatlı, sadə belə mat teksturalı bir şeydir. Bu da cib üçün olan bir şeydir. İçində belə kağızlar falan əlavə eləmişəm. Neyse də belə şeylər. Burada da çoxlu yenə notlarım. Notlar deyil, çox vaxt not yazmıram. Bu dəftərlər daha çox günlük kimi istifadə edirəm. Yəni çox redqa hallarda dəftərlərimə not yazıram. Not yazdığım dəftərlər ayrıdır. Məsələn, bu ayrıca xüsusi belə bir dəftərim var. Bu şəkildə. İçi belə şirindir. Bunu 27 mağazasından almışam. Bu mənim ayrıca dua dəftərimdir. İlk dəfə, yəni dua dəftəri tutmuşam. Bütün dualarımı bura yazıram. Yəni bu manifest falan belə şey deyildi. Bildiğin dua edirəm bu dəftərdə və bacardığım qədər hər gün oxumağa çalışıram. Sonra bu dəftərin belə bir versiyası var idi. Bu da çox qəşəngdir. Üstü kağız materialıdır. Bunu da çox bəyənirəm. Amma bunlar normal dəftər qiymətlərindən biraz bax. Məsələn, bu 6 manatdır. Eyni qiymətə bunu ala bilirəm. Bu da qəşəngdir. Prosto bunun nazik olması mənim xoşuma gəlmir. Və bu nöqtəli deyil. Və bundan sonra tapa bilmədim bu dəftərdən. Gələk bir ara şey eləyim. Gələk bunları açını qoymaya bir dəfə. Bax, bəzilərində ucu tarix yazmaq yadımdan çıxıb. Sonra belə bir dəftərim var idi. Bu da adi, sadə bir dəftər idi. Bunun için yarımçıq qalıb. Şaka. Bir bu qədər falan qalıb. Neysə. Sonra adi bir yerdən sonra o qədər yazma hissi gəlirdi, şey eləyirdim ki, yəni ucu şeydən çıxmışdı da. Vaxt şey eləyə bilmirdim ucu. Dəftər almağa şeyim yox idi. Gecən bir yarısı düşüb 24 saat işləyən marketdən şey almışdım. Bunlar əzilib deyəsən nəfərsə. Mən əzmişəm. Yox, mən əslən belə əzmərəm. Güzel deyil. Hə, belə bir dəftər almışdım. Adi məktəb dəftəri. Dəftərlərim qarşıda bir-birinə şu an çox anksiyetem tutdu. Yəni hansında vaxt yazmışdım. Heç birini xatırlamıram şu an. Bu da təzə vaxtlarda aldığım bir dəftər idi. Bu da qəşəng dəftərdir. Bunu da bəyənirəm. Prosto bunun belə əyilmə şeyi yoxdur. O məni biraz ucu şey eləyir. Burada da yazmışam məsələn. Gördüyünüz bütün dəftərlərin içinin hamısı doludur və bunların müddəti sizə deyim 2 ay, 3 ay falan deyil də. Yəni hər aya bir dənə gedir də. Bildiyim məsələn. Ən sevdiklərim bu deyə durmadan bunları göstərirəm. Maksimum vur özünü. Bir aya qutarır da. Yəni bir aydan bəzən el olur ki, aya 2 dənə dəftər qutarıram. O dərəcədə çox yazıram. Yəni yazmaq mənim
ayrılmaz parçamda, yani günlüyüm. Yani orada mesela şey yazmıram da durup her gün. Mesela bunu yedim, bu falan şey elədim, falan peşman şeye getdim. O şəkildə deyil, hisslərimi yazıram, nə yaşadığım hisslər yazıram. Bu hissi niyə yaşadım, bu niyə baş verdi? Niyə baş verdi deyəndə elə şikayət məqsədi ilə yox, təbii ki, şikayət eləyə bilərsən. Hər şey yazıram orada, yəni bildiyin ağlına gələ biləcək hər şey. Sonra bir ara şey var idi, Sabah sayfaları adında kitab var, Morning Pages. İngilis dilində kitabdır, onu oxuya da bilərsiniz, türkçəsi də var. YouTube'dan sabah sayfaları da yazıb baxa bilərsiniz nə olan şeydir deyə. Əllərim nə qəşəng görünür. Sabah sayfaları odur ki, yuxudan duranda səhərlər etdiyin ilk şey heç bir şeydən əvvəl prosto vərəq götürüb o vərəqdə ağlına ilk gələn nələrdirsə hamısını yazmaq da istəyir, nə bilim dəxlisiz şeylər olsun da, hər şey nə gəlirsə yazırsan da filtrsiz bir şəkildə, heç kəsin görməyəcəyini təxmin eləyərək, onsuz da görməyəcək, prosto ağzına nə gəlirsə yazırsan və o beynindəki bütün o zihinlə boşaldırsan. Bir ara el eləyirdim, sonra artıq ondan keçdi. O da çox kömək eləyir bu arada fokusunu artırmaq üçün filan. Bu şəkildə. Sonra bacımın uşaqları vermişdi mənə, bacımın dostları, bacımın uşaqları vermişdi. Mən Naruto animesini çox sevirdim deyə onlar da belə mənə vermişdi. Bu AI ilə düzəldi, amma çox şirin idi. Yəni mən yazdığımı xoşlayıb mənə belə şeylər eləməkləri mənə çox xoşbəxt eləmişdi. Bunu da dualar falan yazırdım. Bu da yenə elə bir dəftər idi, adi. Bunu da 27-dən almışam bu arada. Buna ilk başlarda sözün düzü şey eləmək istəmirdim ki, yəni içində belə maraqlı page'lər falan var, səhifələr ki, bunu da günlük tutum, maraqlı bir şeylər eləyərəm falan deyə. Amma sonra gördüm ki, yox da, yəni mən getdikcə yazıram da. Mükəmməllik algımı şey elədikcə Anlamsın gerek oxuyum, bir şey yazmışam. Bir yere yazmışam ki, özümü necə hiss eləyirsən? Sonra da yazmışam ki, cavab olaraq. Ay bilmiyorum ki ya, nasıl desem, tatlı balqabaq kimi. Tatlı balqabaq ne ya? Tatlı balqabaq. Tatlı balqabaq abla mən. Hə. Və içimdəki uşaqla çoxlu yazışıram və onunla belə şeylər. Bunu da oradan almışdım bu arada, 27'den almışam. 27 mənim favori mağazamdır da, yəni oradan. Belə bir dəftərdir. Bunu da 27'den almışam. Neyse 27'nin şeyiydi. 27'ye gələn bütün dəftərlər məndə var. Bunu da çox bəyənirəm. Prosto bunda belə qəhvəyi şeylər də var. Mən ən çox nöqtəli hissələri bəyənirəm. Nöqtəli və damalı olanları bəyənirəm. Çox vaxt. Bu nədir? Belə şəkil daşımışam. Oo, yapışdırmaq zat, hərim. Oqqalar vermişəm mən burada. Oh my god. Bu da belə bir dəftər. Mən bu dəftərləri çox almışam ha. İcazəsiz toxuma, icazə ilə də toxuma, ümumiyyətlə toxuma. Həqiqətən. Yəni məndən başqa da. Bu dəftər də çox qəşəng dəftərdir. Bunu da ofisantdan almışdım. Yes. Always believe in yourself. Bu kimdir ola? Bu nə xətlərdir mən yazdım? Nə maraqlı şeylər. Nə fərqli xət. Bunu mən yazmışam. Baxın bir dönəndə, baxın nə qəşəng xəttim var. Ya, nə şəkildə yazmışam. Amma çox qəşəng xəttim var ha. Bu dəftərdən yenə istəyirəm. Oyda, nə maraqlı yazmışam. Ümumiyyətlə xəttim çox qəşəngdir. Bu da nə qəşəng xətlərlə yazmışam. Çox maraqlı, çox bəyəndim. Elə bildim özüm yazmamışam. Evet. Bugün bu arada ayın 31'idir. Saat 22:05'dir. Birazdan fişəklər partlayacaq. Mən bayramı qeyd eləmirəm, sözün düzü. Xoşbəxtlik hissi ən çox sağlam və dinc olduğumuz zaman gəlir. Bu da belə dəftər. Hə, sonra bu da şiir. Nə qəşəng dəftərdir. Mən nə vaxt almışam? 08.01.2025. 8-1-ci ay. Yanvarın 8-i. Yazmışam ki, bu tarixdə adım qeydiyyata alınıb.
Anadan olanda. Mən ad günüm ayın 6-sı, yanvarın 6-sıdır. Ayın 8-dəki idi. Ayda bu da çox qəşəng dəftərdir. Demək o 3-4 gün sonra bu dəftərin 1 ili olacaq da, yəni 1 il. Qoymaya gərək. Ne qəşəng dəftərdir. Bundan da xoşum gəldi. Belə bir dəftər. Arasından vərəq çıxdı. Mən bu dəftərlərdən çox almışam. Deyəsən adi 40 vərəq, 60 vərəq. İnsanlara YouTube'da filan, Pinterest adda girirəm, baxıram da ne qəşəng xətlərlə filan belə şeylər yazdılar. Onu oradan səliqəli köçürdülər, bunu böyle buradan səliqəli köçürdülər. Mən heç vallah sözümdə çox çalışdım eləməyə, amma bacarmadım. Yəni ona görə nətər gəldi elə də yazıram. Bunu da 27-dən almışam. Bu da çox qəşəng dəftərdir. Bunu damalarındakı damaların arasındakı boşluq çoxdur. Burada arada skeç adı eləmişəm. Belə bir şeydir. Bunu da 27'den almışam. Burada bir tane stiker var. Bu ne vaxtı? Her şeye nömrəmə qədər yazmışam. Adıma, tarix yazmamışam bir dənə. Tarix yazmamışam. Çok güzel ya. Çok güzel defter değil mi? Çok tatlı. Bunu da evdə dəftər tapa bilməyəndə, çölə çıxmaq axotum olmayanda ev yoldaşımdan almışdım o vaxtı. Dedim, mən bir dənə dəftər və təcili yazmalıyım. Ay Allah, elə bir nə olub ha? Hə, mən də elə deyil, gələndə çox pis gəlirdi. Elə bir ki, bir dəqiqə yazmasam, beynim partlayacaq da, yəni o dərəcə yazıram. Özümə gəlirəm də, yəni o dərəcə. Yəni mənim kimi bir insan var, bilmirəm, inşallah ki vardır və olsun, xahiş edirəm. Çünki belə olanda özümü dəli kimi hiss eləmək istəyirəm. Ki, dəli deyiləm, yəni mən sadəcə düşüncələrini yazan bir insanım. Neyse, mən sizə açıqlama vermək məcburiyyətinə deyim. Belə paşanın dəftərində. Hərdən belə açıram, qəribə cümlələr falan çıxır filan. Bu da belədir, damalı dəftər. Heç sevmirəm, ən xoşlamadığım dəftər növü prujulu dəftərdir. Mən nə vaxtsa dəftər almaq istəsəz, yəni prujulu dəftər almayın, please. Çünki heç sevmirəm. Maksimum ancaq sketchbookda istifadə edə bilərəm. Maksimum o qədər istifadə edə bilərəm də, heç. None of them. Okey, bu qədər idi dəftər şeylərim. Ümid edirəm bəyənərsiniz. Bu da qaldı. Belə bir dəftərim də var. Bunu da təzə almışam. Bunu bəyənirəm boyutunu, çünki böyükdür və qalındır. Bunun pişik versiyasını almışam. İt versiyası da var. Prosto ora uzanmağa halım yoxdur. Bax, oradadır. Parmağımla atsam uzanır. Buradan elə görsənirəm, amma orada əsinəliyəm. Hə. Neyse, mənim üçün ən ideal dəftərlər bax bunlardır. Mən bundan gərək yeni alım. Stok yığmaya gərək. Çox zordular ya, çox qəşəng qatdan. Hə, neysə belə. Bunu dünənlərim iş yoldaşım mənim üçün hədiyyə alıb. Çox qəşəngdir, sketchbookdur. Şəkillər filan çəkməyə. Şəkillər filan çəkməyə deyirəm. İlk səhifəsi. Padruqamla görüşmüşdüm. Onunla belə sketch filan elədik. Sonra evdə də yeni davam elədim. Next səhifəsi. Allah'ım, gördüyüm hər şeyi yazmaq gəldi. Bu prosto 2026 üçün özümə və içimdəki uşağa yazdığım məktubdur. Çox xahiş edirəm. Əgər görünürsəz oxumayın da, yəni. Qalanları amma şəkil olacaq. İnanıram, ümid edirəm. Belə baxanda da olsun da, yəni sketchbook sən istədiyin kimi istifadə edə bilərsən. Amma o şəkildə çəkə bilərəm, yaza bilərəm. Nədən olmasın? Bunda Secret Santa'dan bir iş yoldaşım alıb mənim üçün. Van Gogh'un sketchbookudur. Buna hələ başlamamışam, amma buna başlasam yəqin ki yazılı, şirin bir şeylər eləyərəm, sketchlər eləyərəm filan, peşməkan, maraqlı belə. 2 tane yeni sketchbookum var hal-hazırda. Hal-hazırda istifadə etdiyim dəftər hansıdır, nəyə yazırsan deyə soruşsaz. Buna yazırım. Yenə bir stresli vaxtıma düşmüşdü, dəftər tapa bilmirdim. 60 vərəqli belə bir dəftər tapdım. 2 günə qutarır. Belə dəftərlər mən maksimum 3 günə falan, 3-4 günə qutarır. Özümü şeylə. Mən niyə ən uzağının maksimumunu nəzərə
nəzərimdə saxlayanda özünü vur, öldür, dağıtdır, o qədər ola bilərdi. Yəni o misalı mən ümumiyyətlə çıxartmalıyam. Bu düzgün misal deyil, yəni. Niyə özünü sübut eləmək üçün ki, məsələn, vurub, dağıdıb, ölüb cırmalısan ki? Nəysə. Bu da belə. 2026 da gəlir. İnşallah 2-3 saata giririk. Baka.